Anam doğma Azərbaycan, yaşamaram sənsiz bir an. Anam doğma Azərbaycan, anam doğma Azərbaycan, yaraya. Dərin təşəkkürümüzü bildiririk Aksana xanım. Allah səsinizə qüvvət versin. Dəyərli ansamblınız, əliniz qolunuz var olsun. Növbəti ifaya hazırlaşın dostlar. Bu günləri tezdən oyanda musiqi danışmaqda davam edəcək. Növbədə kim olacaqsa artıq yavaş-yavaş hazırlaşın. Deyirsə gözəl bir saz musiqisi eşidəcək inşallah. Və bəli, bizim xanəndəmiz Aksana xanım Assanovaya minnətdarlığımızı bildiririk. İrəliyən dəqiqələrdə Aksana xanım, yəni ki, digər ifalarınıza da keçid alarıq inşallah. Və bu arada bir daha nəzərinizə çatdıram ki, yeni qoşulan izləyicilərimiz Xanım Şuşinski adına Ağdam Muğam Uşaq Musiqi Məktəbinin direktoru Xətay xanım Cəfərova, eyni zamanda məktəbin müəllimləri Aksana xanım Aslanova, Əsmay xanım Rüstəmova bugün bizimlə bərabərdirlər. Dəyərli musiqiçi dostlarımız da bizimlə bərabərdir. Tarda Famil Məmmədov, Kəmançada Xətay Cəfərova, Qarmonda Günel İbrahimdir, Sazda Vüsal Müseyibzadə, Nağarada Sabir Hədənov və inşallah digər musiqiçi dostlarımızın da ifaları olacaq. Və bu arada təbii ki, solistlərimiz də var idi. Proqramımızın əvvəlində də mən bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, Baxşəli Kamiloğlu, Nəzrin Ağazadə, Telman İlyasov, Zilan Süleymanovanın da ifalarının proqramımızın əvvəlində eşitmiş olduq və digər ifalara da